İzahlı test 72-ci hissə 5-ci sinif ingilis dili. Birinci sual. Choose a pair of nouns in the plural. Cəm isimləri seçin. Oranges portağallardır, cəmdədir. Shirts köynəkdir, təkdədir. Ona görə A bəndi olmaz. Ice cream dondurmadır, təkdədir. B bəndi olmaz. Burada C bəndi gifts hədiyyələr, eggs yumurtalar. İkisi də cəmdədir. Ona C bəndi doğru cavabdır. Food sözünə görə də D bəndi olmayacaq. İkinci sual. Choose the correct articles. Father Day ise special day to thank fathers and grandfathers. Atalar günü atalara ve babalara təşəkkür etmək üçün xüsusi bir gündür. Burada special xüsusi bir gündür. Burada day sözü təkdə olduğuna görə birinci tərəfdə qeyri-müəyyən A artikli işlənəcək. İkinci tərəfdə ümumi danışırıq atalardan və analardan, atalardan və babalardan. Ona görə orada Z müəyyən artikli da işlənməyəcək. Heç bir artikl işlənməyəcək. B bəndi doğru cavabdır. Üçüncü sual. Choose the correct answer. Celebrate Children's Day in our country. It cansızlar üçündür. It celebrate olmaz. He celebrate olmaz çünki he üçüncü şəxsin təkidir. S şəkilsi qəbul eləməlidir. She də həmçinin o da S şəkilsi olmalıdır fe'lin sonunda. We celebrate Children's Day in our country. Biz uşaqlar gününü ölkəmizdə qeyd edirik. D bəndi doğru cavabdır. 4-5. sualın cevabını şər bölməsində yazarsınız. Choose the correct preposition. Düzgün söz önünü seçin. 4. sual. 5. sual. Choose the correct variant. Düzgün variantı seçin.